Fərrux bəy Vəzirov 1861-ci ildə, bəzi mənbələrdə isə 1857-ci ildə Şuşa qəzasında Həmid bəy Vəzirovun ailəsində dünyaya gəlib. (1882-ci ildə Bakı Real məktəbini bitirir və təhsilini Sankt-Peterburqun Dağ Mədən İnstitutunda mühəndis ixtisası üzrə davam etdirir. Sonra Bakıda 2-ci Qafqaz Dağ Dairəsinə rəis köməkçisi və vaqon sisternlərinin bölüşdürülməsi komitəsinin sədri təyin olunur. 1883-cü il mayın 8-də Fərrux bəyin hazırladığı layihə üzrə ilk dəfə Bakı yük stansiyasından Tiflisə dəmir yolu ilə neft sisternləri göndərilir. Bu dövrdə Xəzər Ticarət Yoldaşlığı şirkəti ilə yanaşı Mirzoyev qardaşlarının Neft və Ticarət Cəmiyyətinə də rəhbərlik edir. Xəzər Ticarət Yoldaşlığında 5 il işlədikdən sonra neft çıxarma şirkəti qurur. 1890-cı illərdə neft kəşfiyyatı və çıxarılması ilə məşğul olmağa başlayır. Balaxanı, Sabunçu və Bibiheybətdə neftli torpaqları icarəyə götürür. Fərrux bəy həm də kənd təsərrüfatı sahəsində özünü sınayır. Şuşa qəzasının Hindarx kəndində, yəni indiki Ağcabədidə Avropa tipli evlər və dəyirman inşa etdirir. Yeni agrotexniki qaydada pambıq əkir və pambıq təmizləmə zavodu tikdirir. Fərrux bəy Qarabağ atlarının da artırılmasına çalışır, ferma qurur. Hindarx kəndində məktəb və tibb müəssisəsi inşa etdirir. Digər şəhərlərdən savadlı müəllim və peşəkar həkimləri dəvət edir. Şagirdlər pulsuz dərslik və geyimlərlə təmin olunurlar. Fərrux bəy kənddə poç məntəqəsi tikdirir. Dəmir yolu xətti çəkmək məqsədi ilə rəsmi icazə alır. Tarlalarda işi sürətləndirmək üçün aldığı traktorları sakinlərə paylayır. Onun Hindarxda qurduğu xidmətlərdən qonşu kəndlər də istifadə edirdi. Kəndlilər Fərrux bəyin Hindarxda tikdirdiyi malikanəni zarafatla Ağ ev adlandırırdılar. Fərrux bəy Məhəmmədəli xan Cavanşirin qızı Xurşid bəyimlə ailə qurub. 1897-ci il mayın 17-sində onların Murad adlı oğlu dünyaya gəlir. Fərrux bəy həmin ilin oktyabrında Bakı şəhər dumasına deputat seçilir. Dekabrın 3-də dumada keçirilən iclasda Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və Fərrux bəy məktəb komissiyasına üzv seçilirlər. Komissiya ilə səfərlər Fərrux bəydə maarif sahəsinə maraq yaradır. O, Gəncədəki Bağmanlar məktəbinə, Bakıda Rus müsəlman qiraətxanasına, yaşlı müsəlmanlar üçün axşam kurslarına, xalq kitabxanalarına iyanələr edir. Fərrux bəy 1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisinə göndərilən zərgərlik məmulatlarının hazırlanmasında iştirak etdiyi və kolleksiyasında olan bəzi zinət əşyalarını sərgiyə göndərdiyi iddia olunur. 1905-ci ildə Bakı və Azərbaycanın digər bölgələrində ermənilər müsəlmanlara qarşı qırğınlar törədir. Həmin il martın 15-də Hacı Zeynalabdin Tağıyevin evində toplaşan Azərbaycan ziyalıları müsəlmanların ehtiyacı haqqında Ərzihal adlı 17 bəndlik sənəd qəbul edirlər. Ziyalılar həm də Azərbaycanda ana dilli Həyat qəzetinin nəşrinə nail olurlar. Fərrux bəy 1906-cı ildə Sankt-Peterburqa köçərək bir müddət orada yaşayır. Bəzi araşdırmaçılar onun Azərbaycanda baş verən hadisələrdən sonra köçmək qərarına gəldiyini bildirirlər. O, Sankt-Peterburqun ictimai, siyasi həyatında iştirak edir, mülki müşavir işləyir. 1914-cü ilin avqustunda Çar 2. Nikolayın fərmanı ilə Qafqaz Süvari Diviziyası, yəni Vəhşi Diviziya yaradılır. Digər alaylardan fərqli olaraq Qafqaz Diviziyasının döyüşçüləri at, yəhər, geyim kimi ləvazimatları özləri almalı idilər.
Fərrux bəy alayın lazımi vasitələrlə təminatında böyük rol oynayır. 1918-ci ilin mart-aprel aylarında Bakı və digər şəhərlərimizdə qırğınlar törədən Şamiyanın quldur dəstələri Fərrux bəyin Hindarxda yerləşən mülkünü də talayır. O, 1918-ci ildə siyasi hadisələrlə əlaqədar Azərbaycana qayıdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra parlamentə üzv seçilir. Bu müddətdə Bakıda Metropol otelində yaşayır. Bəzi mənbələrdə onun Azərbaycanda baş verən siyasi hadisələrə dözməyərək 1920-ci ildə vəfat etdiyi, bəzi mənbələrdə isə bolşevik daşnaqlar tərəfindən öldürüldüyü yazılıb. Fərrux bəyin oğlu Murad orta məktəbi Sankt-Peterburqda bitirir və hərbi akademiyaya daxil olur. 1919-cu ildə Bakıya qayıdan Murad bəy milyonçu Şəmsi Əsədullayevin nəvəsi Sürəyya ilə ailə qurur. Onlar Fransa səyahətinə çıxırlar. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildiyi üçün geri qayıtmırlar, Parisdə qalmalı olurlar. Fərrux bəyin xanımı Xurşid bəyim də 1921-ci ildə Parisə gedib və elə orada dünyasını dəyişib.